Bir kitabda oxuyurdum o gün, yaxşı söz idi. Deyir, mərd adam, gözəl sözdür bu. Mərd adam 100 dənə yıxılanın əlindən tutub qaldırar, amma bir dəfə özü yıxılanda heç kəsdən gözləməz gəlib əlindən tutsun. Bu qədər incililər var cəmiyyətdə. Ondan küsür, bu bundan küsür. Bilirsiniz nədəndir bu? Bu bütpərəstlikdəndir, şirkdəndir. İncimək olmaz. Bilirsiniz, inciməyin içində şirk var. Sən Allahdan qeyri kimdənsə intizarın olmamalıdır ümumiyyətlə. Eləsə lap yaxşı. İnciməyin hamısını araşdırırsan, adam inciməz var ümumiyyətlə. Uman yerdən küsərlər, umma heç kəsdən ki, küsməyəsən. Yox, uman yerdən küsər, umma da umma. Allah deyir, umma. İntizarım məndən başqasındandırsa bu şirkdir. Şirk belə şirk təkcə bu deyil. Bütü qoyub qabağa ibadət eləyəsən. Kimsə kimdənsə inciyirsə, inciliyini araşdır, görəcəksən ki, orada bir gözlənti var, intizar var. Allahdan qeyrisindən intizar da şirkdir. Deyirlər ki, insan axı emosionaldır, təbii deyil. Emosional deyil, emosiyasını düz yönətsin. Düzgün istiqamətləndirsin. Gözlənti də olmasın heç kəsdən. Mən buna baxı, əlimin duzu yoxdur. Mən hamıya belə elədim, axırda bir dəfə özüm yıxıldım. Heç bir zərrə gözlən, mərd adamsansa, yenə sonra özün qalx ayağa, Allahın kimi, yenə başla yıxılanları durğuzmağa təzdən, əlindən tutub qaldırma. Buna deyərlər, mərd adamdır bu. 1000 dəfə ayağa qaldır, bir dəfə yıxıl, heç kəs sənə yaxın düşməsin, heç kəsdən incimə. Dur ayağa, Allah kömək eləsin, kimisə vəsilə eləsin, durğuzsun sən ayağa, sonra davam elə yenə yıxılanların əlindən tutmağa. Valla budur, yol budur, həyatın qaydası, qanunu belədir. Yoxsa ki, yaxşılıq eləyinsə də yaxşılıq eləsinlər. Bu adam həyatıdır. Bu insan həyatıdır. Bəziləri belədir. Allah da belə danışır da, hər cür adam var axı. Ona görə Quranda hər cür danışır. Biri belə, biri elə, hərəsinin dərəcəsi var. Allah da hərə öz dilində danışır ki, hər öz payını götürsün Qurandan, öz dərəcəsində. Birinci dərəcə nə idi? Yaxşı adam ol ki, sənə də qarşı yaxşı olsunlar. Allah olmasa da bu qaydadır. İkincisi, yaxşı ol ki, Allah dünyada sənin mükafatını versin. Bu da mənfəətpərəstlikdir, amma dünya mükafatına görə. Üçüncü dərəcədə yenə də mənfəətə görədir, amma qiyamətdəki mənfəətə görə. Bu işi gör ki, cənnətə gedəsən, bu işi görmə ki, cəhənnəmə getməyəsən. Burada da mənfəət var, amma səviyyəsi yuxarıdır. Bu qiyamət mənfəətidir. Bəziləri də var, bunu da deyim sizə. Qıraqdan deyək verir, bu nə dindarlıqdır, cənnətə görə ibadət eləyəcək, cəhənnəmlə. Belə deyir, amma bir dənə balaca dünya mənfəəti üçün özünü öldürür dünyada. Bu indi bu dinə gəlib çatanda, hələ sən gəl bir addım at, cəmaata göstər ki, mən mənfəətsiz ibadət edirəm.